Salam, hər vaxtınız xeyir. Xəzər rayonu 117 sayılı orta məktəbin biologiya müəllimi Səfurə Rəhimova. Yer üzərində yaşayan bütün canlılar quruluşuna, qidalanmasına, yaşayış mühitinə, həyat tərzinə görə bir-birindən fərqlənir. Lakin bu qədər çox fərqliliklərə baxmayaraq, bütün bu canlılar üçün ümumi bir cəhət var. Bu ümumi cəhət onların hamısının hüceyrələrdən təşkil olunmasıdır. Canlı orqanizmlərin quruluş, inkişaf və funksional vahidi olan hüceyrəni histologiya elmi öyrənir. Yunan dilindən tərcümədə situs hüceyrə, logos elm deməkdir. Bugün biz sizinlə hüceyrəyə, hüceyrədən toxumalara, toxumalardan orqanlara, orqanlardan isə orqanlar sisteminə səyahət edəcəyik. Hüceyrə haqqında elmin inkişafına mikroskopun kəşfi səbəb olmuşdur. 1665-ci ildə Robert Hooke ilk dəfə olaraq hüceyrəni kəşf etmişdir. O, mikroskop altında qlafla örtülü oyuqları görmüşdür. 1680-ci ildə Anton van Leeuwenhoek canlı hüceyrəli orqanizmləri kəşf etmişdir. 1838-ci ildə Theodor Schwann hüceyrə nəzəriyyəsini irəli sürmüşdür. 1858-ci ildə Virchow hüceyrənin bölünmə yolu ilə çoxalması fikrini irəli sürmüşdür. Karl Berl məməlilərin yumurta hüceyrəsinin kəşfi və çox hüceyrəli orqanizmlərin inkişafının bir hüceyrədən, ziqotdan başlaması fikrini irəli sürmüşdür. Müasir dövrdə həyatın aşağıdakı formaları məlumdur. Hüceyrəsiz forması viruslar, prokaryot, nüvəsiz orqanizmlər, bakteriyalar və göy yaşıl yosunlar, eukaryot, nüvəli orqanizmlər, göbələklər, bitki və heyvanlar aləminin bir və ya çox hüceyrəli olan nümayəndələri. Formasına, quruluşuna və funksiyalarına görə hüceyrələr olduqca müxtəlif olsalar da, onların strukturlarında bir sıra oxşar cəhətlər də var. Hər bir hüceyrə qonşu hüceyrədən onun üzərini örtən qlaf və ya membran vasitəsilə ayrılır. Üzərində kiçik məsamələr olan membran sayəsində hüceyrə ilə onu əhatə edən mühit arasında maddələr mübadiləsi gedir. Prokaryot, yəni nüvəsiz canlılarda nüvə membranı olmadığına görə irsiyyat maddəsi olan DNT-dən ibarət tək xromosom sitoplazmaya səpələnmiş olur. Bir və çox hüceyrəli eukaryot orqanizmlərin hüceyrələri qlaf, sitoplazma və nüvədən təşkil olunub. Qlaf xarici və daxili qatdan ibarətdir. Bitkilərdə hüceyrə divarı selülozadan, göbələklərdə isə xitindən ibarətdir. Lakin bitki və göbələklərdən fərqli olaraq heyvan hüceyrələrinin işıq mikroskopunda görünməyən xarici qatı, qlikokaliks, polisaxarid, yağ və zülallardan əmələ gəlib. Qlikokaliks və hüceyrə divarı hüceyrələrin həyat fəaliyyəti nəticəsində formalaşır. Plazmatik membran, dəricik, iki cərgədə lipid və onlar arasında nizamsız yerləşən zülallardan ibarətdir. Dinamikdir. Lipidlər membrana yarımkeçiricilik xüsusiyyəti verdiyi halda, zülallar siqnal, maddələrin seçilib keçirilməsi kimi funksiyaları yerinə yetirir. Hüceyrənin daxili yarımmaya mühitini təşkil edən sitoplazma, xarici mühitdən plazmatik membran vasitəsilə ayrılır. Tərkibində müxtəlif funksiyaları yerinə yetirən hissəciklər, orqanoidlər və hüceyrənin həyat fəaliyyətinin məhsulları olan müxtəlif törəmələr, məsələn, karbohidratlar, yağlar, duzlar, zülallar olur. Törəmələr damcı, kristallar və hissəciklər şəklində müvəqqəti toplanır. Sitoplazma bütün hüceyrə hissəcikləri arasında qarşılıqlı əlaqəni təmin edir. Sitoplazmada ehtiyat halında qida maddələri toplanır və burada müxtəlif biokimyəvi proseslər gedir. Sitoplazmanın orqanoidlərinə endoplazmatik şəbəkə, ribosom, lizosom, mitoxondrilər, Golgi kompleksi və s. aiddir. Hüceyrənin daxili boşluğu membranla paylara ayrılmışdır. Onlar endoplazmatik şəbəkəni əmələ gətirir. Hüceyrədə hazırlanan maddələr endoplazma torunun kanalcıqlarında saxlanılır. Maddələrin hüceyrə daxilində hərəkətinin bütün orqanoidlər arasında iki tərəfli əlaqənin təminatı endoplazmatik şəbəkənin payına düşür. Ribosomlar sıx cisimciklər olub, zülal və ribonuklein turşusundan ibarətdir. Onlarda zülal sintez olunur. Mitoxondrilər müxtəlif formalı törəmələrdir. Hüceyrədə geniş yayılmış və üzəri membranla örtülmüşdür. Mitoxondrilərdə
üzv maddələrin bioloji oksidləşməsi prosesi gedir. Bu zaman xeyli enerji ayrılır. Elə ona görə də mitoxondriyaları hüceyrənin enerji mənbəyi, enerji stansiyası adlandırırlar. Hüceyrə mərkəzi nüvənin yaxınlığında yerləşir və hüceyrənin bölünməsində iştirak edir. Lizosomlar üzəri bir qat membranla örtülmüş qovqucuqlara bənzəyir. Eukariot hüceyrələrdə baş verən bütün proseslər nüvənin nəzarəti altında həyata keçirilir. Nüvənin forma və ölçüləri hüceyrənin quruluşundan və yaşından asılıdır. Məhz lizosomların daxilində mürəkkəb üzv maddələri parçalayan xüsusi fermentlər olur. O, nüvə membranından nüvəcik, nüvə şirəsi, karyoplazma və xromatin saplarından, xromosomlardan ibarətdir. Onu ilk dəfə 1831-ci ildə İngilis botaniki Brown kəşf etmişdir. Nüvə histoplazmadan nüvə membranı vasitəsilə ayrılır. Nüvədə xüsusi zülalların yaranmasında iştirak edən nüvəcik yerləşir. Hüceyrə bölünməyə başlayarkən nüvənin quruluşu dəyişir. Bölünmə bitdikdən sonra nüvə əvvəlki vəziyyətinə qayıdır. Nüvədə xromatin adlanan xüsusi maddə var. Hüceyrə bölünməzdən əvvəl xromatinlər sap şəkilli xromosom cisimciklərinə çevrilir. Xromosomlar hüceyrənin irsi aparatını müəyyən edən dezoksiribonuklein turşularından və zülallardan qurulmuşdur. İnsanın hər bir qeyri-cinsi hüceyrəsində, yəni somatik bədən hüceyrələrində 46, cinsi hüceyrələrində isə 23 xromosom olur. Hüceyrənin tərkibinə üzvü və qeyri-üzvü maddələr daxildir. Qeyri-üzvü maddə olan su hüceyrə kütləsinin 80%-ni təşkil edir. Natrium xlorid, kalium xlorid kimi mineral duzlar suyun hüceyrələr arasında paylanmasına, müxtəlif kimyəvi elementlər, məsələn, oksigen, hidrogen, azot, kükürt, dəmir isə hüceyrədə üzvü birləşmələrin sintez olunmasına təsir göstərir. O ki qaldı üzvü birləşmələrə, onlar hüceyrə kütləsinin 20-30%-ni təşkil edir. Bu, zülallar, yağlar və karbohidratlardır. Hüceyrələrdə müntəzəm olaraq maddələr mübadiləsi prosesi gedir. Orqanizmə daxil olan və qanla hüceyrələrə gətirilən qida maddələrinin hesabına hüceyrələrdə yeni üzvü birləşmələr sintez olunur. Onların kimyəvi tərkibi müntəzəm olaraq yenilənir. Mübadilə prosesində yaranan bəzi zəhərli və zərərli maddələr hüceyrədən xaricə çıxarılır. Eyni bir mənşəyə və oxşar quruluşa malik olan, eyni bir funksiyanı yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupuna toxuma deyilir. İnsan orqanizminin qurulmasında 4 növ toxuma tipi, epiteli, birləşdirici, əzələ və sinir toxuması iştirak edir. Epitel toxumanın hüceyrələri çox, hüceyrəarası maddələri isə azdır. Bu qrup toxumaya müdafiə, mübadilə funksiyalarını yerinə yetirən örtük epiteli və ifrazat vəzifəsi daşıyan vəzi epiteli aiddir. Birləşdirici toxumanın isə hüceyrələri az, hüceyrəarası maddəsi çoxdur. Bu qrup toxumaya orqanların dayağını, skeletini təşkil edən dayaq birləşdirici toxuma, sümük qığırdaqlar, orqanlar arasında əlaqə yaradan və qidalanmanı təmin edən maye birləşdirici toxuma, yəni qan və limfa, pi, sıx, lifli birləşdirici toxuma, yəni sümük üstlüyü, vətər və bağların əmələ gəldiyi toxuma aiddir. Daxili maye mühitini qan, limfa və toxuma mayesi təşkil edir. Əzələ toxuması oyanma və yığılma qabiliyyətinə malik olub, hərəkət funksiyasını daşıyır. İnsan orqanizmində 3 növ əzələ toxuması var. Daxili üzvlərin, qan damarların divarlarında, göz bəbəyin ətrafında olan saya əzələ, dilin, dodağın, skelet əzələsinin təşkil olunduğu enlə zolaqlı əzələ və ürək əzələsi. Ürək əzələsi quruluşca enlə zolaqlı, yerinə yetirdiyi funksiya etibarı ilə isə saya əzələyə oxşardır. Sinir toxuması oyanma və nəql etmə funksiyasını daşıyır. Bu toxuma neyrondan və peyk hüceyrələrdən ibarətdir. Toxumalar birləşərək müxtəlif funksiyaları icra edən orqanları əmələ gətirir. Daxili orqanlar bədənin müxtəlif boşluqlarında yerləşir. Gəlin onlarla tanış olaq. Kəllə boşluğu, göz yuvası boşluğu, burun boşluğu, ağız boşluğu, onurğa kanalı, döş boşluğu, plevra boşluğu, ürək yani boşluq, diafragma, qarın boşluğu, çanaq boşluğu. İlk dəfə funksional sistem nəzəriyyəsini Anoxin vermişdir. Funksional sistem orqanizm üçün faydalı olan nəticələr əldə etmək üçün orqan və orqanlar sisteminin müvəqqəti birləşməsidir. Fəaliyyəti sinir və humoral yolla tənzimlənir. Beləliklə belə bir nəticəyə gəlirik ki,
Atomlar birləşərək molekulları, molekullar birləşərək orqanoidləri, orqanoidlər hüceyrələri, hüceyrələr toxumaları, toxumalar orqanları, orqanlar isə birləşərək orqanlar sistemini əmələ gətirir. Canlı varlıq dediyimiz bu orqanizmin nə qədər mürəkkəb quruluşa malik olduğunun bir daha şahidi oldunuz. Sağ olun, salamat qalın.